Salam, mental aritmetika proqramının növbəti dərsində hər birinizi xoş gördük. Əgər siz də zehində hesablamağı öyrənmək istəyirsinizsə, dərslərimizi sona qədər izləyin, bəyənmə düyməsini basın. Eyni zamanda kanala abunə olmağı unutmayın ki, yeni dərslərdən xəbərdar olasınız. Bugünkü dərs biz deməli 5-3 qaydasını barmaqlarla hesablamağı öyrənəcəyik. Eyni zamanda digər rəqəmlərdən də 3-ü barmaqlar vasitəsilə çıxanda hansı qaydanı yerinə yetiririk, onları öyrənəcəyik. İlk əvvəl 5-3-ü mən sizə göstərim. Biz bilirik ki, 5 bizdə baş barmaq 5-i ifadə eləyir. Bu zaman biz 5-dən 3-ü çıxan zaman bu qayda ilə çıxacaq. Yəni 5 gedəcək. 3-ün qardaşı, çıxılan 3-ün qardaşı, kiçik qardaşı 2 gələcək və cavab eləyir 2. 6-dan 3 çıxanda 6-dan 3 çıxanda biz yenə də 3-ü hardan çıxırıq? 5-likdən çıxırıq. Bu təkliyə əli vurmuruq, bu olduğu kimi qalır. Yəni burada 6-dan 3 çıxanda 5-dən 3-ü necə çıxırıqsa elə çıxacaq. Yəni 5 gedəcək. 3-ün kiçik qardaşı 2 gələcək. Cavab gördüyünüz kimi 3 eləyir. 7 çıxaq 3. 7-dən 3 çıxanda yenə də bu 2-yə dəymirik, olduğu kimi qalır. Yenə də 5-dən 3-ü çıxırıq. 5-dən çıxırıq 3-ü. 5 gedir. Deməli 5-dən 3-ü çıxanda 5 gedir. 3-ün kiçik qardaşı 2 gəlir və cavab eləyir 4. İndi öyrəndiyimiz qaydanı iki rəqəmli ədədlər üzərində tətbiq eləyək. Deməli 47 çıxırıq 43. 40-dan 40 çıxırıq 0. 7-dən 3 çıxanda deməli 5-liyə müraciət eləyirik. 5 gedir. 3-ün kiçik qardaşı 2 gəlir. Cavab eləyir 4. 46 çıxaq 13. 46 çıxırıq 13-ü. Deməli 40-dan 10 çıxırıq. 6-dan 3 çıxırıq. 6-dan 3 çıxanda yenə 5-ə müraciət edirik. 5 gedir. 3-ün kiçik qardaşı 2 gəlir. Cavab eləyir 33. 59 çıxaq 34. 50-dən 30 çıxırıq. Yenə də 5-3 qaydasını tətbiq eləyirik. 5 gedir. Yəni 50 gedir. Deməli 3-ün kiçik qardaşı 2 gələn kimi burada da 30-a kiçik qardaş 20-ni götürürük və 20 gəlir. Deməli burada isə 9-dan 4 çıxanda qalır 5. Cavab eləyir 25. 76 çıxaq 36. 76 çıxaq 36. 70-dən 30 çıxanda yenə 50 gedir. 20 gəlir. 6-dan 6 çıxanda 0. Cavab eləyir 40. 67 çıxaq 37. Deməli 67. 60-dan 30 çıxırıq. Cavab eləyir 50 gedir, 20 gəlir. Burada 30 qalır. 7-dən 7 çıxanda 0. Cavab eləyir 30. 69 çıxırıq 38. 50 gedir, 20 gəlir. Burada 9-dan da 8 çıxanda cavab 1 eləyir və cavab eləyir 31. 72 çıxırıq 32. 70-dən 30 çıxanda 50 gedir, 20 gəlir. 2-dən 2 çıxanda cavab eləyir 0 və cavab eləyir 40. 95 çıxaq 73. 90-dan 70 çıxırıq. 20 qalır. 5-dən 3 çıxırıq. 5 gedir. 3-ün kiçik qardaşı 2 gəlir və cavab eləyir 22. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək.